Hər il xeyli sayda insanın həyatını xilas edən peyvəndləmə nəticəsində bir zamanlar milyonlarla insanın həyatına son qoyan çiçək, poliomiyelit və qızılca kimi xəstəliklər günümüzdə böyük ölçüdə nəzarət altına alınıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə peyvəndlər hər il 30-dan çox həyati təhlükəli xəstəliyin və onların ağırlaşmalarının qarşısını almaqla dünyada təxminən 3,5 milyon insanın həyatını xilas edir. Mütəxəssislər hesab edir ki, peyvəndlər olmasaydı, qızılca, məxmərək, su çiçəyi, göy öskürək, difteriya, tetanus, hepatit, pnevmokok, influenza, insan papilloma virusu, vərəm, quduzluq və poliomiyelit kimi xəstəliklər, eləcə də digər virus və bakteriya törəmələri daha geniş yayılaraq ciddi fəsadlara səbəb ola bilərdi. Lakin təəssüflər olsun ki, bir çox insan peyvəndin əsl mahiyyətinə bələd olmadığından onu bəzən ölümcül vasitə olaraq görür. Müasir tibbin ən böyük nailiyyətlərindən biri, eləcə də tibb sahəsində bəşəriyyətin ən güclü silahlarından biri hesab olunan peyvəndləmə. Dünyanı müxtəlif dövrlərdə müxtəlif xəstəliklərin cəngindən çəkib çıxartmış bu elmi irəliləyişə biz niyə inanmırıq? Və niyə məhz elmi faktlar olduğu təqdirdə miflərə inanmağı seçirik? Peyvənd orqanizmdə xəstəliklərə qarşı immunitet yaradır və ağırlaşmanın qarşısını alır. Məsələn, bəzi valideynlər düşünürlər ki, mənim uşağım sağlamdır, peyvənd vurdurmağa ehtiyac yoxdur. Bu çox yanlış bir fikirdir. Əksinə, məhz elə sağlam uşağa peyvənd vurdurmaq lazımdır ki, gələcəkdə uşaqlar həmin xəstəliklə qarşılaşdıqca onun ağırlaşmasını yaşamasınlar. Məsələn, valideyn bilmir ki, qızılca peyvəndindən sonra ağırlaşmalar pnevmoniyaya qədər gətirib çıxarda bilər, ensefalit yarada bilər. Valideyn bilmir ki, parotit xəstəliyindən sonra çarlığa qədər gətirib çıxarda bilər uşaqlarda, poliomiyelit xəstəliyindən sonra iflicə qədər, ömürlük iflicə qədər gətirib çıxarda bilər. Yəni bunları valideyn bilib daha çox məlumatlı olsa daha yaxşı olar. Əslində isə peyvəndləmə insan orqanizminin immun sistemini stimullaşdıraraq onu müəyyən yoluxucu xəstəliklərə qarşı müdafiə edən tibbi prosedurdur. Qoruyucu immunitet yaradan bu tibbi vasitə immun sisteminin xəstəlik törədicilərini tanımasına və onlara qarşı müdafiə mexanizmi formalaşdırmasına kömək edən ən effektiv profilaktik üsuldur. Bəzi valideynlər də vardır ki, deyir ki, uşağım körpədir, artıq hələ ki peyvənd vurdurmaq istəmirəm, mən 1 yaşından sonra peyvəndə başlayacağam. Bu da yanlış fikirdir. Əksinə, körpə vaxtında uşaq peyvənddən xəstəliklərdən qorunmalıdır. Əksinə, uşaqlar xəstəlikdə tutulsa körpə yaşında daha çox ağırlaşmalarla rastlaşa bilər və ölümə qədər gətirib çıxarda bilər. Bəzi valideynlər fikirləşirlər ki, mənim uşağım gəldi, peyvəndi vurdurdu, peyvənddən sonra uşaqda xəstəlik yarandı. Bu mümkün deyil. Bu uşaqlar ola bilər ki, uşaq peyvənd vurduqdan sonra hansısa bir infeksiyalı xəstə uşaqla kontaktda olur və yaxud da infeksiya keçirir bu uşaq, ondan sonra onun temperaturu qalxa bilər, xəstəlik yarana bilər. Amma peyvənd uşaqda xəstəlik yaradır deyə bir şey yoxdur. Əksinə peyvənd immunitet yaradır, xəstəliklərə qarşı qoruyur uşaqları. Bəzən valideynlər uşaqların immun sisteminin verdiyi reaksiyadan qorxurlar. Uşaqlarda peyvənddən sonra müşahidə olunan qısa müddətli və zərərsiz hərarət, halsızlıq, inyeksiya yerində ağrı və ya digər yüngül narahatlıqlar immun sisteminin peyvəndə verdiyi normal reaksiyalardır. Bu prosesdə həkimə müraciət edərək qızdırmanı normal idarə etmək üçün tədbirlər görmək də labüddür. İynə vurulan nahiyədə ağrı da ola bilər, şişkinlik də ola bilər, qızartı da ola bilər. Bunlar bir müddətdən sonra keçib gedən bir şeydir. Yəni 2 gün, 3 gün müddətində keçib gedir. Temperatur qalxdıqca valideyn öz pediatrından əlaqə saxlamalıdır. Temperatur salıcı dərman verir, uşağın temperaturunu aşağı sala bilərlər. Və yaxud da ağrısı çoxdursa pediatrla məsləhətləşib ağrı kəsici dərman verib ağrını da aşağı salmaq olur. Heç bir mənfi təsiri yoxdur. Həqiqətən öz övladlarımdan da sınamışam. Yəni vurdurmuşam, öz övladlarımı da vurdurmuşam. Hər kəsə də tövsiyə edirik. Yəni həm valideyn olaraq, həm medestra olaraq kənddə hamını maarifləndiririk. Bütün xəstəliklərin, yəni yüngül keçirilməsinə, qarşısının alınmasına, yəni həddindən artıq xeyri var ki, ziyanı yoxdur. Yenə də öz seçimlərdir. Heç kəsi məcbur eləmirik ki, imenini vurdurmalısınız. Övladım 9 aylıqdır. Bəli, peyvənd vurdurmuşuq mütəmadi olaraq. Prosta bəzi olur da, bəzi aylıqlarına soyuqlaması olur və yaxud da allergiyası falan olanda vurdurmamışıq. Amma davam eləyəcəyik də, yəni vurdurmağa qarşı deyiləm. Yəni əks göstəriş olmayıb uşağımda, ona görə peşman olmamışam vurulmağına. Yəni istiliyi falan olmayıb çox şükür. Peyvənd vurulub sizə iynə? Hə? Vurulub. Hətta anam tibb bacısı olduğuna görə çox da hələ qorxmuram.
Əslində peşman deyiləm, amma körpəlik vaxtı uşaqlarda hər hansısa bir immunitet zəifliyi olduğu vaxtda bəzi keçirilən xəstəliklər peyvəndsizlikdən uşaqlarda böyük fəsadlar yarada bilər. Nəvələrimiz vurdurur. Aha. Peşmansınız? Yox. Ondan çocuğa gələcək üçün sağlamlıq qiymətdir. Peyvət vuran yüngül keçirdir. Vurmayanları ağır keçirdir. Hətta o peşman olur onun valideyni ki, kaş biz də vurduraydıq vaxtında. Artıq bir şey qəbul eləmək lazımdır ki, orqanizmlə orqanizmə fərq var. Bir də baxsan ki, məsələn, uşaqlara müəyyən peyvəndləri vururlar filan bir. Sonra hansısa bir əks təsir göstərir. Mənə elə gəlir ki, birinci vətəndaşlar arasında maarifləndirilmə aparılmalıdır. Bəli, orta məktəbdə olunub. O da su çiçəyi əleyhinə bir dəfə peyvənd olunmuşdu. Amma belə bir məsələ var idi ki, mən ondan 2-3 gün qabaq, həmin peyvənddən 3 gün qabaq məhz başqa bir xəstəliyimə görə antibiotik vurulmuşdu. Ardıca isə heç bir yoxlanılmadan və soruşulmadan dalıca isə su çiçəyi peyvəndi vurulmuşdu. Təbii ki, onda 3-cü sinifdə oxuyurdum. İbtidai sinifdə oxuduğum üçün özümün də o qədər də ağlıma gəlməzdi ki, belə bir şey olar. Valideynlərimə də heç bir xəbər verilmədən bu peyvənd vurulmuşdu. Və ondan sonra isə çox ciddi bir nöqsan oldu ki, hələ də buynuz qişamda o zədə qalır, çox əks təsir vermişdi. Bu artıq bizim problemimizdir. Çünki biz maariflənmə işlərində özümüz iştirak eləməliyik. Dövlətə məsuliyyət yüklədiyimiz qədər bir 50% məsuliyyət də vətəndaşa düşür ki, öncədən məlumat almalıdır. Vətəndaşlar bu məsələdə dürüst olmalı, səmimi olmalılar. Əgər uşağın hər hansısa bir mövsümi allergiya daşıyıcılığı varsa, bunu öncədən məktəb direktoruna və yaxud da məktəbdə səhiyyə üzrə məsul şəxsə bildirməlidir. Qorxudan vurdurmamışıq, elə də. Qorxub vurdurmamışıq. Tam bizim məlumatımız olsa da belə, bəzən peyvənd əks təsir göstərir uşaqlarda. Yəni, yenə də qorxulu bir şeydir. Biz də hər valideyn də istəyər ki, övladı sağlam böyüsün də. Biz də istəməzdik ki, yəni, o mənşəyi bilinməyən peyvənddən uşağımıza vurduraq. Mənim övladım, belə deyim sizə, allergik olduğu üçün könüllü olaraq, yəni həm atası olaraq, həm anası olaraq biz peyvənddən imtina etmişik. Peyvəndin faydaları onun nadir olan fəsadlarından daha çox olsa da, tərkibindəki hansısa komponentə olan allergik reaksiyalar və ya daha ciddi yan təsirlər meydana gələcəyi təqdirdə həmin şəxsə peyvənd vurulmur və bu tamamilə könüllü bir prosesdir. Bunun üçün isə tam məlumatlı olmaq və tibbi yoxlanışdan keçdikdən sonra qərar vermək zəruridir. Bütün uşaqlar pediatr tərəfindən mütləq şəkildə müayinə olunur. Müayinə keçdikdən sonra valideynlə söhbət aparılır və valideyndən soruşulur ki, uşaqda hər hansı bir xəstəlik və yaxud da anemiyası varmı və yaxud da ehtiyac varsa qan analizinə belə göndərilir. Əgər anemiyası varsa, müvəqqəti olaraq təxirə salına bilər o və yaxud da uşaqda angina varsa müvəqqəti peyvənd təxirə salınır müayinədən sonra. Amma uşaq sağlamdırsa peyvəndə göndərilir. Bu sahədə daha çox maariflənmək və sağlam qalmaq arzusu ilə Məryəm Bababəyli, Azər Həsənov, Arzu Sadiqov, NTV Xəbər.